Selamun Aleyküm dostlar. Hoş gördük sizleri. Bu günləri kanalıma hoş geldiniz. Yine ben size bugün Rotterdam'ın gəzməli, görməli yerlərini göstermek isterdim. İnşallah benimle kalın. Bana destek olun. Kanalıma olmayanlar da kanalıma abone olmasını xahiş edirəm. Bu Rotterdam'ın dəniz qırağı, çay qırağı, belə deyim, center mərkəzi olan bir yerdir, turistik yerdir. Bəzi gözəl yerləri, görməli yerləri sizinlə paylaşmaq istədim. Rotterdamda gördüyünüz kimi bir çox taksilər var. Bu da ki avtobusdur. Yəni suda, həm suda, həm də burada üzür. Yəni bir saat ərzində həm çıxır şəhərin gəzməli, getməli yerlərin, görməli yerlərin insanlara göstərir. 29-30 euro arasındadır. Bu gördüyünüz gəmidəki gəmi şəhərin bildiyiniz kimi hər tərəfi suyun əhatə olduğuna görə, girişli çıxışlı yerləri olduğuna görə o da sizi bir saat gəzdirir. Gəmi də 20 eurodur. Yəni Rotterdamın sentruma gəlsəniz peşman olmazsınız. Orada yəni fərqli bir aləm var, fərqli bir aura var. Daha çox suyla əhatə olduğuna görə mənim daha çox xoşuma gəlir. Sizlər də bilmirəm indi isti ya soyuq yerlər sevirsiniz onu bilmirəm. Amma buranın havası nə isti, nə soyuqdur. Normal bir sərin keçir. Böyle bir görünüş var. Mən yavaş-yavaş içəri sentrumda elə bir yerə gedəcəm. Vaxtınızı alacağım. Yəni bunu sizlərə göstərmək istədim. Baxıb mənzərədən zövq ala bilərsiniz. Belə bir görünüşdür. Yəni bəzi yerləri mən kəsərək qısa-qısa sizlərə göstərmək istəyirəm. Belə insanların rahatlığı, gediş-gəliş yerləri, əyləndiyi yerləri sizə göstərmək istədim. Burada görürsünüz də bu bir çox yerdə var. Necə deyim, bu nə ilə bağlıdır? Arzu tutub ərzi diləklərini qıfıllayıb bağlayıblar. Necəsə, yəni bir çox yerdə belə bir şeylər var. Yəni gəzərkən adam dincəlir, ruhu dincəlir. Hava da gözəl olduğundan görə istədim sizlərlə yenə bölüşüm. Yəni mən buranı çox sevirəm. Yəni bu Rotterdamın ərazisini dəfələrlə gəlmişəm bura. Dəfələrlə çəkirəm. Boş vaxtı tapan kimi gəlirəm. Həm sakin də var, kalabalıq yeri də var. Burada gördünüz, insanlar günəşləri, gün çıxan kimi. Hava düzdür, mənə görə soyuqdur. Bunlara görə yox, yəni 17 dərəcə hava var. İnsanlar gün görən kimi günəşlənirlər. Körpüdən biz sentrə tərəf gedirik. Burada gördüyünüz kimi körpünün üstündə piyada, velosiped, maşın, tramvay yolları var və hər biri də gediş-gəliş ayrıdır. Bu gediş yolu, gəliş yolu da o cürdür. Körpünün üstündən də belə bir mənzərə ilə qarşılaşırsan. Baxdıqca bu yeni müasir tipli binalardır. Mən daha çox kənd yerlərini bəyənirəm. Kənd evləri, kiçik məhəllə, gözəl məhəllə. Şəhər amma tərtəmizdir. Şəhərin təmizliyi başqa bir şeydir. Burada bayraq meydanı, mən bayraqlar külək əsmədiyində bayraqlar görsənmir. Yəni gördüyüm bizim ayrı yolumuz var, velosiped yolu. Qırmızı yol hər zaman gediş-gəlişli yoldur. Yavaş-yavaş sentrə yaxınlaşırıq. Buranı da sizə, yəni sentrdə daha çox belə qayıqlarla, lodkalarla, nə bilim, yaxtalarla hər küçəsi, hər sahəsində yaxtalar mövcuddur. Otellərdə birbaşa düşüb yaxtalarla kiralayıb gedə bilirsiniz. Su taksiləri də var, ondan da istifadə eləmək olar. Su taksilərinin qiymətini bilmirəm. Belə də velosiped qarajları, yəni burada mənə velosipedlə getmək olmaz. Mənim də buraya gəldikdə ən rahat sizin üçün gəzmək üçün
daha məqsədə yox, velosipeddir. Çünki maşının parkinqi lazımdır, maşın saxlayırsan, hər dəqiqə yeri dəyişə bilmirsən, amma velosipedlə sən istədiyin yerə gedə bilirsən, yəni sevgi zamanda saxlaya bilirsən. Bu da ki, buranın məşhur kubik evləridir. Burada da otel kimi istifadə olunur, bir-ikisi insanlar üçün açıldı, içərisinin görünüşünə görə. Otel 60, 90 euro, 120 euro arası dəyişir, günlərə baxır, bayram günləri biraz baha olur. Amma buradan da gəlib, kiralayıb qala bilərsiniz, qalmaq olur, mümkündür. Altından da tez-tez tramvay, metrolar keçəcək. Yəni belə bir sentrdir, mərkəzdir. Bunu biraz daha yaxından sizə göstərim. Yəni içəri girişdə bu kubik binaların layihə gözəldir. Adama fərqli bir şey verir. Aura baxış eləyir. İçəri çəkmədim sizin üçün, vaxt uzatmadım. Mən girmişəm, amma bir döşəməsi düzdür, qalan hər şey əyri. Yəni pəncərəsi, qapısı belə bir şeydir. Oteldən görünüş belə görəcəksiniz. Yəni pəncərəni açdıqda yine qayıqlar, orada turistlərin kafeler, barlar, hər nə istəsiz var onun ətrafında. Yəni uzağa getməyə gərək yoxdur. Yəni 5-10 dəqiqə ərzində istənilən gözəl yerləri siz gəzə bilirsiniz burada. Rotterdamın özündə. Çalışdım ki, sizə qısa vaxtda nələrsə gəzməli, görməli yerlər göstərim. İnşallah növbəti bizim yolumuz başqa yerədir. Allahın izni ilə onu da göstərəcəm. Binaları, gözəllikləri, rahatçılıqları görürsünüz. Yəni sakit bir həyat tərzi var burada. Yəni mən bəzən yerlərimi dəyişdikcə hərəsindən qısa-qısa sizə çəkib göstərmək istədim. Və sona gəldi. Bu da su taksidir. İnsanlar gözləyir, görürsünüz. Suda, quruda, hər yerdə yəni mümkündür. Yəni ki, 5-10 dəqiqə vaxtlarla ondan istifadə edib su üzəri ilə daha qısa yerlərə gedə bilərsiniz. Videomuzun sonuna yaxınlaşırıq. Mən də sizinlə bu verilişi sona çatdırmaq istədim. Sizinlə sağollaşmaq istədim. Mənə dəstək olun və videolarımı bəyənin və sonunda bir qapaq rəfsi olsun. Bu meydandır. Meydanda bunlar özləri üçün nəsə belə deyim bir musiqi plan hazırlayıb özləri dərs keçirlər, belə deyim, rəqs dərsləri, bunları da sizə göstərmək istədim və sonunda hoşça qalın, görüşənədək.